Deməli, bir məsələni qeyd etmək istəyirəm. Bəzi insanlar var ki, tez-tez cadu olunur onlara, tez-tez sehrə məruz qalırlar. Artıq bezirlər, yəni buradan təmizlənirlər, oradan eləyirlər, buradan təmizlənirlər, oradan eləyirlər. Belə halda nə etmək lazımdır? Mən məsləhət görürəm elə insanlara, əgər bununla tez-tez mübtəla olurlarsa, bu halla tez-tez rastlaşırlarsa, artıq çarə tapa bilmirlərsə, düzdür, bu deyəcəklərim bəzi insanlara qəribə gələ bilər. Amma yəni başına gəlmiş insan bunu daha yaxşı bilir, daha yaxşı hiss edir bu. Deyəcəklərim də o daha yaxşı başa düşəcək. Əgər belə halla rastlaşırsınızsa, yəni rastlaşan insanlar varsa, onlara tövsiyəm odur ki, qaldıqları evi satsınlar və gedib başqa bir yerdən ev alsınlar və ya ev tiksinlər. Və o alacaqları və ya tikəcəkləri evi heç kəsə deməsinlər. Heç kəsin bundan xəbəri olmasın. Və onu bitirəndən sonra o evi kirayə versinlər tanımadığı bir adama. Və o evin yerini heç kəsə deməsinlər. Və özləri getsinlər başqa yerdə kirayə qalsınlar. Oradan götürdülər pulu, getsinlər başqa yerdə kirayə qalsınlar. Və sehr, yəni insanlar kim ki tanıyır, onların evinə gəlir, gedir və sehr eləməsindən şübhələndiyi adamlar da təbii ki bunların içində olur. Çünki bunu ancaq yaxın insanlar eləyir. Uzaq insan, yoldan keçən eləmir. Təbii ki sənə evə gəlib gedən, münasibət quran, üzvə gülən insanlar var ki, yəni onların içindən çıxır cadu eləyənlər, elətdirənlər. Xülasə öz evin yeni heç kimə deməyəsən, lakin kirayə qaldığın yerdə gəlib gedəndə əgər nəsə tapılarsa, nəsə ora cadu olunarsa, artıq oranı da dəyişib başqa bir yerə getmək imkanımız olsun. Yəni kirayədən çıxıb başqa bir kirayə evə getmək asandır, amma öz evi satmaq, oradan tərk etmək, oradan köçmək çətindir deyə öz evinizi kirayə verib onun yerinə heç kimə demirsiniz və özünüz gedib kirayə qalırsınız və hər dəfəsində cadu olunub orada ağırlıq hiss elədikcə evinizi dəyişirsiniz. Subhanakallahumma bihamdik, əşhədu en la ilahe illa ente, estağfiruke və etûbü ileyk.